Düzdür ki Azərbaycanda bir dənə də olsun Talış dilində rəsmi televiziya kanalı yoxdur. Amma İranda Azərbaycan dilində kanal olmalıdır. Salam əzizəm, günləriniz xoş olsun. Düzdür ki mən Talışam, amma Türkün Türkdən başqa dostu yoxdur. Türkistan və Müslimin Ali Haşim bir payamda təkid elədi. Qarabağ məntəqəsi İslam torpağıdır və gərək İslam torpaqlarına qoşulur. Türkün Türkdən başqa dostu yoxdur. Ona görə də Talışlar mənim düşmənimdir. Pakistanın filanca neçə illərdir bizim elə dünyanın hər yerində vurulur. İranın rəsmi televiziya kanallarında Azərbaycan dilində mərsiyə, şeir, serial, verilişlər olduğu bir halda mənim bunlardan xəbərim yoxdur. Aram bərmənin bu ləhzəsində həm sizdən icazə istəyən mən Pandoktor Sadiqədən. İranda Azərbaycanlılar o qədər sıxırlar ki, prezident, şəhid rəhbər və hal-hazırdakı rəhbər Azərbaycanlıdır. Çox maraqlıdır. Harda mənim nəfsimə uyğundur, mənə sərf verir, deyirəm mənə Qurandan dəlil gətir. Quranda Allah nə buyurur? Ən üstününüz təqvalı olanlardır, ixlaslı olanlardır. Sevdiyimiz İmam Hüseyin əleyhissalam, Əmir-əl-Müminin Əli əleyhissalam ərəb idi. Amma heç vaxt demədi ki, ərəblər hamıdan üstündür. Əgər İranın ermənilərə yardımı ilə bağlı bütün həqiqətləri bilmək istəyirsinizsə, onda səhifəmizə keçid edib bu postlara mütləq baxın. Allah amanında.